Deyir, xanım Səkinə həddindən artıq çox ağladı, az qalırdı, belə də tabdan geçsin də, həlak olsun. Deyir, xanım Zeynəb yaxınlaşdı İmam Hüseyin əleyhissalamın başına. Dedi, heç kim bilməsə də mən bilirəm sən Quran oxuyursan. O var ha, Davud-u Bəni Haşim oxur ayə-i Quran. Bilirsiniz də, hansı ayəni oxuyurdu İmam Hüseyin əleyhissalam? Əm həsibtum ən əshabər kəhvəvər rəqimi kanumin həyatına əcəba. Siz Allah Teala Həzrəti Peyğəmbərə Əshab-ı Kəhfin o 310 il yatmaların falan o hadisələri danışandan sonra böyük möcüzə daxı. Peyğəmbərə deyir ki, sən elə hesab edirsiniz ki, bu bizim böyük möcüzələrimіздəndir. Ancaq bu ayə Kərbəlada təfsir oldu. Görəsən o böyük möcüzə nə idi? Görəsən o böyük möcüzə nədir? İmam Hüseyin əleyhissalamın bu ayəni oxumağı bildirdi ki, Allah deyən Əshab-ı Kəhfdən də böyük möcüzə İmam Hüseyin əleyhissalamdır. Allah rəhmət eləsin Şəhriyarı deyir, Becuz əz əli ki arəb, Pesəri əbul əcaib, ki ələm kunəd bi aləm şühədai Kərbəla. Əlidən başqa kim belə bir uşağı yetişdirə bilər ki, əbul əcaib, yəni möcüzələr atası. Möcüzələr atası. Orada deyir, kanumin ayatından əcəba, bir dənə möcüzə, bundan böyük yoxdur. Amma burada deyir, Əbul Əcaib, möcüzələr atası. Kim eləyə bilər ki, gəlsin, Kərbəlanın bayrağını bütün aləmlərə neynəsin? Bayraq edəsin Kərbəlanı. Yaxşı, İmam Hüseyin əleyhissalam o ayəni oxuyurdu. Xanım Zeynəb salamullah aleyhada deyir ki, qardaş, mən bilirəm sən hiss eləyirsən, danışırsan və ayə oxuyursan. Amma onu eşidə bilməzdir. O qeyri-adi bir şeydir. Bu uşağa da bir kəlmə bir sözdür, o da biraz sakitləşsin heç olmasa. Həmin bu uşağı. Bayaq keçən dəfə dedi, tikanlıqda qovurlar, şadlaqla vururlar, qulağından dartırlar. Məsələn, bəzi mənbələrdə var, sırğasını çıxardırlar, qulağın özdə belə açıb götürmürlər, dartıb cırırlar. Və zincirlə bağlayırlar, zəncirlə qolların. 3 yaşında, 5 yaşında uşağını gətirirlər Kufiyə, hələ qıraqdan duranlar da daş atır. Adamın adamlığı olar, insafı olar, vicdanı olar. Bunun böyücü varsa burada böyücünə daş atır. Bu uşaq niyə buna daş atırsa?